Rusiya-Ukrayna arasında geniş miqyaslı müharibənin başlanğıcından bəri Rusiya ordusunun müxtəlif rütbələrdə azı 6000 zabit itirdiyi bildirilir. Bu barədə həlak olmuş Rus zabitlərinin açıq nekroloqlarını izləyən ki, Leden Ukrayna layihəsi məlumat yayıb. Ən çox itki baş leytenantlar arasında qeydə alınıb 1520 nəfər, ikinci yerdə leytenantlar 1237 nəfər, üçüncü yerdə isə kapitanlar ən azı 940 nəfər yer alır. Kiçik leytenantdan generala dək olan zabitlər taktiki komandanlıq zəncirində əsas halqaları təşkil edir. Onların yüksək itki səviyyəsi cəbhə xəttindəki davamlı hücum əməliyyatları və komanda məntəqələrinə yönəldilmiş dəqiq zərbələr nəticəsində baş verir. Bu cür itkilər yalnız cəbhə bölmələrinin effektivliyini azaltmaqla kifayətlənmir, həm də Rusiya ordusunun təşkilatlanmış döyüş aparmaq qabiliyyətinə sistemli zərbə vurur. Horyuskov layihəsinin məlumatına görə internetdə mövcud olan nekroloqların təhlilinə əsasən 24 fevral 2022-ci ildən bu yana Rusiya ordusu təxminən 111 min hərbçisini itirib. Bu statistika Donetsk və Luqanskın müvəqqəti işğal olunmuş ərazilərindən səfərbər olunan vətəndaşları 1-ci Donetsk və 2-ci Luqansk ordusu korpuslarının əskərlərini, arxa cəbhədə ölənləri və ya yaralanmalardan sonraki nəticələrdən ölənləri, eləcə də xarici muzlu döyüşçüləri nəzərə almır. Yubiley nekroloqu 2024-cü ilin dekabr ayında həlak olmuş Rusiya Federasiyasının Kirov vilayətinin Sosnovskoye kənd sakini Aleksey Burkovla bağlı olub, deyə Militarni yazır. Bildirilir ki, 2025-ci ilin mart ayı Ukraynanın Səni tapmaq istəyirəm layihəsinə ən çox itkin düşmüş Rus hərbçisi barədə müraciətlərin daxil olduğu ay olub. Həmin vaxt gündəlik 320-dən çox yeni müraciət qeydə alınıb və ümumi aylıq müraciətlərin sayı 10.127-yə çatıb. Son zamanlar ABŞ prezidenti Donald Trump Rusiyaya qarşı səbirini itirdiyini nümayiş etdirib və sosial şəbəkədə belə yazıb. Vladimir, dayan həftədə 5000 əskər ölür. Gəlin sülh razılaşmasını bağlayaq. Trump bu rəqəmi müharibənin tezliklə başa çatması üçün dəfələrlə səsləndirsə də, sözügedən iddianı sübut edən heç bir dəlil təqdim etməyib. Baxmayaraq ki, onun rəqəmi ictimai proqnozlarda xeyli yüksəkdir, rəsmi məlumatların olmaması səbəbindən bu iddia geniş şəkildə yayımlanıb və ciddi şəkildə təkzib olunur. Həm Ukrayna, həm də Rusiya rəsmi itkiləri dövlət sirri kimi saxlayır və bu da böyük informasiya boşluğu yaradır. Həm Ukrayna, həm də Rusiya rəsmi itkiləri dövlət sirri kimi saxlayır və bu da böyük informasiya boşluğu yaradır. Bunu isə müxtəlif qruplar fərqli şəkildə doldurmaya çalışırlar. Əsl ölüm sayı qızğın müzakirə mövzusudur. Ekspertlər açıq mənbələrə və kəşfiyyat məlumatlarına əsaslanaraq həm Ukrayna, həm də Rusiya ordusunun real itkilərini hesablamağa çalışırlar. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı Rusiya itkiləri barədə gündəlik məlumat verir, lakin ölənlərlə yaralananları ayırmır. Ümumi Rusiya itkiləri artıq 1 milyona yaxınlaşır. Kreml Ukrayna və Amerika ilə razılaşmalara getməyə məcburdur. Çünki mövqe müharibəsini davam etdirməyə imkanı yoxdur. Bu barədə Rus qəzəbli vətənpərvəri Z hərəkəti hərbi müxbiri Maksim Kalaşnikov öz blogunda yazıb. Ən yüksək şəxs Vladimir Putin İstanbulda danışıqları davam etdirməyə razılaşıb, Zelenski də ora gedəcəyini deyib. Burada isə dərhal cürbəcür boşboğazlıqlar başlandı ki, güya biz onları üstələdik, təşəbbüsü ələ keçirdi. Amma axırda yenə də elə çıxdı ki, təşəbbüsü onlar ələ keçirdi. Mən bir nəticəyə gəlirəm ki, Putin niyə danışıqlara gedir? Çünki iqtisadiyyat sıxılmağa başlayıb. Onlar anlayırlar ki, hərbi əməliyyatların genişatını dəyişmək mümkün deyil və bu müharibəni sonsuza qədər davam etdirə bilməzlər. İqtisadiyyat olduqca pis vəziyyətdədir. Faizdə çökməyə başlaya bilər. Əgər iqtisadiyyatın çökürsə, müharibə apara bilməsən, heç bir Şimali Koreyalı da kömək etməyəcək, çünki onları, daha doğrusu, onların rəhbərliyini pulla təmin etmək lazımdır, deyə Kalaşnikov bildirib. O əmindir ki, Putin yeni səfərbərliyə getməyə cəsarət etməyəcək, çünki ölkə daxilində narazılıqdan qorxur. Rusiya ordusunun itkiləri çox böyükdür və təcavüzü davam etdirmək artıq mümkün deyil. Z Patriotun fikrincə, Ukrayna Rusiya hücumlarını çox uğurla dəf edir. Çünki pilotsuz aparat məsələsində bir addım öndədir. Bundan əvvəl digər bir Z Patriot Pavel Gubaryov Putinin zəifliyini bəyan edib. O gözlənilmədən Putin rejiminə və şəxsən diktator Vladimir Putinə qarşı çıxış edib. Z icması açıq-aşkar Putinə qarşı qəzəblənməyə başlayıb. Çünki o, Ukrayna ilə müharibədə qələbə qazana bilməyib.
Gubaryovun tənqidi bunun bariz sübutudur. Patriot rejimi sərt tənqid edib, Putinizmdə qorxu cəmiyyət sisteminin qurulduğu əsas emosiyadır. Qorxu bütün sistemi bürüyüb. Sistemin elementləri bir-birindən qorxur, məmurlar güc strukturlarından, güc strukturları məmurlardan, hakimlər isə hər ikisindən vətəndaş cəmiyyətinin institutları məhv edilib. Rusiya Federasiyası vətəndaşlarının siyasi mövqelərini ifadə etmək üçün qanuni vasitələri yoxdur, deyə Gubaryov qeylənib. O, həmçinin Putin adlı diktatorun gücünə şübhə etdiyini bildirib. Patriotun fikrincə, Putin adi bir insandır və onu əhatə edən Kreml qrupları idarə edir. Putin şəxsiyyət kimi Putinizmdə əhəmiyyətli rol oynamır. Bunun sübutu Rusiya daxilində və beynəlxalq arenada siyasətin həyata keçirilməsindəki ziddiyyətlər və süstlükdür. Biz sanki səhra boyunca sürünən tumurcuqlar kimirik və yuxarı qalxmaq üçün daha güclü külək lazımdır. Putin ətrafındakı elita qruplarının oynatdığı adi bir insandır, deyə Gubaryov bildirib. Ukrayna Silahlı Qüvvələrinin 47-ci ayrıca mexanikləşdirilmiş briqadasının döyüşçüləri əvvəlcə Rusiya Federasiyasının Kursk vilayətində döyüşüblər. Sonra Ukraynanın Sumu vilayətinə geri çəkiliblər və indi bəzən Belgorod vilayətində də döyüşürlər. Onlar bizi çox aktiv axtarırdılar. Çünki biz onlara qarşı möcüzələr göstərmişdik. Silahları vurduq, kolonları məhv etdik. İş çox idi. Ona görə də bizi axtarırdılar. Bunları döyüşçü Igor Radio Libertia briqadanın fəaliyyəti barədə danışarkən deyib. Hazırda biz əsasən hücumlar edirik. Uşaqlarımıza Belgorod vilayətinə daha dərinə irəliləməkdə kömək edirik, deyə onun silahdaşı Vladislav əlavə edib. Döyüşçülər bildiriblər ki, Kursk vilayətini tərk etmək məcburiyyətində qalıblar. Çünki orada qalmaq artıq mümkün değildi. Topumuz vuruldu. Ona görə çıxmalı olduq. Sonra yeni top qoyulmalı idi. Amma rəhbərlik dedi ki, vəssalam, artıq öz ərazimizdə yer axtarırıq, deyə Vladislav xatırlayır. Hərbçilərin dediyinə görə Kursk vilayətində Ukrayna mövqelərinə gedən təkcə bir yol olub. Rusiya ordusu həmin yolu dronlarla nəzarətə götürüb. Güllə, su, yemək və ya əlavə qüvvə çatdırmaq cəhdi ölüm miskinə çevrilirdi. Sadəcə yolu ələ keçirdilər və salam. Kimin yolu keçdiyini fərqi yox idi, hamını məhv edirdilər. Kim keçə bildi, keçdi, kim keçə bilmədi, oradaca yandırılıb öldürülürdü, deyə Ukrayna müdafiəçisi bildirib. Buna baxmayaraq, Ukrayna hərbçilərinin sözlərinə görə Kursk vilayətindəki əməliyyat uğurlu olub. Döyüşlərdə Şimali Koreya hərbçilərinin iştirakı xüsusilə yadda qalıb. Onlar kütlə ilə gəlirdilər, biz isə onlara qarşı işləyirdik. Dedilər ki, çoxlu Koreyanı yıxmışıq, çünki Ruslar onlara yazığı gəlmirdi. Sadəcə atıb gedirdilər. Qrup gəlirdi, sadəcə desant deyil, yerirdilər. Qışda idi, qar vardı və onlar sadəcə kənddə otlayan inəklər kimi sürü halında üzərimizə gəlirdilər. Bilmirdilər ki, mərmilər partlayacaq və öləcəklər, deyə əskər bildirib. Ukrayna hərbçiləri hələ Kursk vilayətindən tam çıxmamış dərhal Belgorod bölgəsinə basqınlara başlayıblar. Rusiya qoşunları belə bir manevri gözləmirmiş. Həm də Ukrayna hərbçiləri qəfil şəkildə böyük məsafə qət ediblər. Hərbçilər bildiriblər ki, baş verənlər fonunda atəşkəslə bağlı danışıqlarda müzakirə olunur. Baxmayaraq ki, fikirlər fərqlidir. Orduda ümumi razılıq var. Kremlə etibar etmək olmaz.